Azərbaycanda aparılan mükəmməl siyasi dialoq prosesinə kölgə salmağa çalışan bəzi siyasətçilər var. Siz bunu çox haqlı şəkildə qeyd etdiniz. Onlardan biri barədə bu günlərdə mən Ədalət, Hüquq, Demokratiya Partiyasının sədri, hörmətli millət vəkili Qüdrət Həsənquliyevin bir müsahibəsini oxudum. Əslində müsahibə tamam başqa istiqamətdə idi, amma müsahibə zamanı hörmətli Qüdrət bəy bununla bağlı bir sual vermişdilər ki, son zamanlar Sərdar Cəlaloğlu'nun, İsa Qəmbərin və Pənah Hüseynin birlikdə görüşü ilə bağlı nə deyə bilərsiniz? Yəni Sərdar Cəlaloğlu ilə bağlı sual verilmişdi. Çox lakanik, çox mükəmməl bir cavab vermişdi. Ya pulunu kəsiblər, ya da sifariş alıb. Özü təsdiqlədi də, o dediyiniz şəxsin özü təsdiqlədi ki, nəysə olub orada, hansı mənbədən sonra nəysə hansısa iyanələr gəlirmiş, mən bilmirəm açıqdır da, o hansı formada və necə olur o məsələlər, o görünür, o gələn iyanələrin qarşısı alınıb, ya kəsilib, ya hansısa formada və özü də açıq şəkildə hansısa bunlara verilmiş vədlərin yerinə yetirilmədiyi barədə danışır. Yəni, bu bir siyasətçi üçün nə qədər nə qədər ayıb, belə deyək, nə qədər merkantil bir adam olasan ki, bunu dilinə gətirəsən. Yəni, hətta o siyasətçilərin belə bir deyimi də var da, indi deyirlər, siyasətçi yalan danışmamalıdır ümumiyyətlə də, insan gərək yalan danışmasın, bunun siyasəti və siyasətçi isə xüsusilə öhdəliyi var xalq qarşısında yalan danışmamağa. Amma siyasətçi hər bildiyini də danışmamalıdır. Bu kimi də bir öhdəliyi var siyasətçinin. Amma bunlar elə nə düşünürsə, necə düşünürsə, elə də danışıbdır və özünü ifşa eləyibdir. Özünü ifşa eləyibdir və bunun da niyəsə özünü ifşa eləyir. Amma hansısa sağlam qüvvələrə şər atır ki, bu qüvvələr ona qarşı bu hücumları təşkil edirlər və eyni zamanda Qüdrət bəylə bağlı dediniz, mən də sizin fikirlərinizə qoşulam və niyəsə bunlar o sağlam qüvvəyə qarşı hücuma keçirdilər ki, sanki oradan bu məsələlər təşkil olunur, amma özlərinin merkantil maraqları var. Bizim müşahidələrimiz əksini göstərir ki, siz idiniz qarşı tərəfə və o sağlam qüvvələrə qarşı çamur atan ki, özünüzdən diqqət yayınsın. Amma o dediyiniz şəxslə bağlı çox ciddi əlimizdə informasiyalar var ki, hansı ki, belə deyək, iş adamlarından milyonları necə alıblar və iş adamlarını... Şantaj yoluyla yəqin ki də. Başqa cür nə cür ola bilər ki, yəni iş adamına niyə pul versin? Niyə pul versin iş adamı? Deməli, iş adamını şantaj edib ki, səni hədəfə gətirəcəm, sənin barədə danışacağım. Yəni, onunla bağlı əlimizdə ciddi informasiya var. Yəni, sadəcə baş qoşmaq istəmirik. Yəni, istəmirik ki, bu yenə də çıxsınlar. Yox, bunlar axı dövlətimizin ümumi imicinə kölgə salırlar. Biz bunlara baş qoşmalıyıq. Mən sizin bu fikrinizlə razılaşmıram. Əgər əlimizdə faktlar varsa, biz bunları ictimailəşdirməliyik. Zamanı gələndə ictimailəşdirək. Cəmiyyətə tanıtmalıyıq ki, ay mənim əziz xalqım, onun bir balaca bir kütləsi var da ona baxan. Çünki ağla arasında gələn danışır, ona görə baxır. Bəli, özünü məzlum göstərərək, özlərini sosial şəbəkələrdə belə əzabkeş, cəfakeş göstərərək, məzlum göstərərək, özlərini belə deyək, hansısa bir təbəqə qarşısında bir kasıb durumlarını yaradan partiya sədrləri var ki, onların bir neçə milyona sərəncam verirlər. Yəni, bir neçə milyon əmlakları var, bir neçə milyonluq. Maraqlıdır. Və bunu necə əldə ediblər? Ağlıma bizcə şantaj yolu gəlir, başqa heç nə gəlmir. Kimlərəsə şantaj edib, hansısa iş adamlarına... Hələ bu mənə məlum olan bir tərəfidir. Bir iş adamına necə çökürsən və bir neçə milyonluq əmlakı ondan alırsan. O da məcbur qalıb, deyək ki, imicinə xələl gəlməməsi üçün razılaşır da bəzi İndi hərənin bir xarakteri var da, ola bilər o qarşıdakı iş adamının hansısa bir zəifi var imiş, zəifliyi var imiş ki, bax, bu partiya sədrinin qarşısında geri çəkilib və ona bir neçə milyonluq o obyektləri, ticarət və iaşə obyektlərini, ev, mal, mülk verib ona. Nəyin müqabilində?
Nəyin müqabilində? Maraqlıdır. Görünür sizdə ciddi məlumatlar var və mən hesab edirəm ki, növbəti proqramda biz bu barədə danışarıq. Hələ dediyiniz kimi Hələ getdikcə çox sular durulacaqdır. Əlbəttə, sular çox durulacaq. Mən bir məsələyə də toxunmaq istəyirəm. İndi mən sizə əmin edirəm ki, bizim bu çıxışımıza onlar diqqət yetirəcəklər və deyəcəklər ki, bizi də hansısa dairələr bu məsələyə öyrədiblər, bizə sifariş veriblər. Elə buradan deyirəm ki, özlərini yormasınlar. Bu heç bəlkə də o dairələr, onların nəzərdə tutduğu dairələrə də məlum olmayan bir informasiyalardır ki, bu şəxsən məndə var.